Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının birinci cüməsidir. Mübarək Ramazan ayının gəlişi münasibətilə siz əzizləri təbrik edirəm və hamınızdan iltiması, dua edirəm. Allah təbarək və Teala bizləri həqiqi oruç tutanlardan qərar versin və bu rəhmət, məğfirət ayının bərəkətindən bizləri binəsib etməsin inşallah. Ramazan ayı Allahın ayıdır, şəhrullahdır. Ramazan ayı xoşbəxtçilik ayıdır. Ramazan ayı Allahın rəhmət, məğfirət ayıdır. Ramazan ayı həqqi batildən ayıran Qur'anın nazil olunduğu aydır. Ramazan ayı elə bir aydır ki, Qədir gecəsi məhz bu Ramazan ayındadır, 1000 aydan əfsəldir. Ramazan ayı elə bir aydır ki, göylərin qapısı bəndələrin üzərinə açılar, cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar. Ramazan ayı paçlanmaq, təmizlənmək ayıdır. Ramazan ayı elə bir aydır ki, insanın xoşbəxtçiliyin təmin edir. Ramazan ayı elə bir aydır ki, Allah təbarək və Teala məhz bu ayın orucun bəndələrə vacib buyurubdur. Sonsuz bərəkətə, fəzilətlərə malik olan bir aydır Ramazan ayı. Allah təbarək və Teala Qur'an-ı Kərimdə buyurur: Ya eyyuhəl-ləzīnə amenu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum لَعَلَّكُمْ تَتَّقُونَ Sadaqallahul əliyyul azim. Ey iman gətirənlər, oruc sizlərə yazıldı, vacib oldu. Necə ki, sizlərdən qabaqçılara da vacib buyurulmuşdu. Bəlkə təqvalı olasınız. Orucun müsbət nəticələrindən ən mühümmi təqvadır. Allah Ramazan ayının orucun bizlərə vacib buyurubdur. Qur'an-ı Kərimdə fəqət mübarək Ramazan ayının adı gəlibdir. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudən linnas və bəyyinatin minəl huda vəl furqan. Çox söz var Ramazan ayının fəzilətində. Amma Allah təbarək və Teala Qur'an-ı Kərimdə mübarək Ramazan ayın Qur'anın nuzulu ilə tanıtdırır. Qur'anın bu ayda nazil olunması ilə Ramazan ayın bəşərə tanıtdırır. Şəhru Ramazan, Ramazan ayı. Ramazan ayından savayı heç bir ayın adı Qur'anda gəlməyibdir. Allah öz ayın öz kitabında gətiribdir. Və istəyir bəndələrinə mübarək Ramazan ayını tanıtdırsın, buyurur ki, Əlləzi, o Ramazan ayı elə bir aydır ki, unzilə fihil Qur'an. Qur'an Ramazan ayında nazil olubdur. Və rivayətlərdə var ki, bütün səmavi kitablar, Torat, Zəbur, İncil, Suhuf da mübarək Ramazan ayında peyğəmbərlərə nazil olunurdu. Hudən linnas, Qur'an nə üçün nazil olubdur? Xalqın hidayəti üçün. Və bəyyinatin minəl huda vəl furqan. Həqqi batildən ayırmaq üçün. İnsanı xoşbəxt edən Qur'an-ı Kərim Ramazan ayında nazil olubdur. Söz çoxdur, Allah təbarək və Teala Ramazan ayının orucun bizlərə vacib buyurubdur. Və buyurur ki, və ən təsumu xayrun ləkum in kuntum ta'lamun. Əgər bilsiniz, oruc sizlər üçün çox xeyirlidir. Oruc çox əhəmiyyətli bir məsələdir. Oruc çox əhəmiyyət kəsb edən bir şəri hökmdür, ilahin şəri, Allahın şəri qanunudur. İmam-ı Sadiq əleyhissalam buyurur ki, İslam dini 5 sütun üzərində möhkəmlənib qurulubdur. Bu niyəli İslam əla xəms. Bu dini mübini İslam 5 məsələ üzərində. Necə ki, məsələn, bir evin sütunları olar, ev o sütunlar üzərində, bir ximənin sütunu olar, ximə onun üzərində möhkəmlənər. Həzrət buyurur ki, dini mübin İslam, İslam dini 5 məsələ üzərində möhkəmlənibdir. Namaz, zəkat, oruc, həcc və vilayət. Çox əhəmiyyət kəsb edir oruc.
İmam Sadiq əleyhissalam buyurur ki, oruç tutanların çoxlu fəzilətləri var Allah yanında. Buyurur, oruç tutanın yatmağı ibadətdir. Əlbəttə, bu məsələlər başqa hədislərdə də gəlibdir. O cümlədən Həzrət Rəsulullahın Şəbaniyyə xutbəsində də buyurur. Həzrət orada buyurur ki, və nəvmukum ibadə. Ramazan ayında sizin yatmağınız ibadətdir. Oruç tutan o qədər dəyər tapır Allah yanında. Heç bir şey eləmir. Uzanır, yatır. Allah buyurur mələklərinə ki, bu şəxs ki, oruç tutubdur, onun yatmağın ibadət yazır. Sakit qalıbdır, zikir yazır. Heç bir zikir demir. La ilahə illallah demir, Subhanallah demir, vəlhamdülillah demir. Həzrət Rəsulullah Şəbaniyyə xutbəsində buyurur, və ənfasukum fihi təsbihun. Ramazan ayında sizin nəfəsləriniz zikir hesablanır. İmam Sadiq əleyhissalam bu gözəl hədisində buyurur ki, oruç tutan o qədər dəyər fəzilət tapır Allah yanında, sakit qalıbdır. Allah mələklərinə deyir ki, zikir yazır onun üçün. Əməllər qəbul olunur Allah yanında. Biz qeyri Ramazan ayların, yəni Ramazandan qeyri aylarda bilmirik əməllərimiz qəbuldur yoxsa yox. Həzrət buyurur ki, əməllər qəbul olar Ramazan ayında. Və duaukum müstəcabun. Sizin dualarınız müstəcab olar. Qeyri aylarda biz bilmirik, dualar eləyirik, qəbuldur yoxsa yox. Amma mübarək Ramazan ayında dualar qəbul olunur. Orucun hikməti nədir, qardaşlar? Həzrət Zəhra salamullah aleyha buyurur ki, Allah orucu vacib etdi ki, insanlarda ixlası təsbit etsin, möhkəmləndirsin. Orucun səmərələrindən biri budur ki, insanda ixlas yaranır, insan xalisləşir. Oruc xalis bir ibadətdir. Həzrət Mövla buyurur, oruc elə bir ibadətdir ki, Allahla bəndə arasındadır. Allahdan başqa bəndənin necə oruc tutmağından heç kəsin xəbəri yoxdur. Hətta eləyə bilər, orucun batil eləsin gizlində. Elədir? Heç kəsin xəbəri yoxdur. Çünki oruc xüsusi ibadətdir də. İnsandan nəsə etmək tələb olunmur, etməməklər tələb olunur. Oruc bu cür. Oruc bu cürdür ki, demir nəyisə elə, deyir etmə, yeməmək, içməmək və s. İnsan oruc tutarkən tərk eləyir. Amma başqalarda bu cürdür, insan həccə gedir, gərək təvaf eləyə, ehram bağlıya, insan namaz qılanda gərək ruku eləyə, səcdə eləyə, sədəqə verir və s. Nələrisə etməlisən. Amma orucun xüsusiyyəti bundadır ki, etməməlisən. Çox gözəldir. Allah buyurur ki, mənim üçün bəzən etməlisən, bəzən etməməlisən. İbadət fəqət etməkdir, etməmək də ibadətdir. Allahla bəndə arasındadır. Ona görə Allah buyurur ki, orucun mükafatını özüm verəcəm. Dünyəvi misallar. Bəzən görsən ki, mükafatlar paylanılır. Cəmaatın ümumi. Məsələn, tələbələr də universitetdə, orta məktəbdə, hər hansı bir bayram münasibəti ilə, müəssisələrdə, xülasə, mükafatlar, hədiyyələr verilir işçilərə. Görsən bir işçi var, müdür gəlib deyir ki, onun xüsusi padarkası, hədiyyəsi, mükafatını özün verəcəm. Diqqət cəlb eləyir. Diqqət cəlb eləyir bu məsələ. Allah buyurur ki, orucun mükafatını özün verəcəm. Oruc cəhənnəm odundan qalxandır, sığortadır oruc. İstəyəsən cəhənnəm odundan sığortalanasan. Dünyəvi misallar əl çəkmir, gəl onların bəzilərini işarə eləyəm. Bir bahalı maşın alanda adam kreditni kartı ilə, nə bilim, borcla, xərclə deyir, heyfdir, bunu sığorta eləyim, bunu kask eləyim xülasə. Birdən nəsə olar. Ay balam, özümüzü biz, belə deyək, kask eləmişik, özümüzü sığorta eləmişik cəhənnəm odundan. Cəhənnəm odu çox vəhşətli bir şeydir. Deyir, istəyəsən cəhənnəm odundan özünü sığortalayasan, deyir, orucun olsun dünyada. Hər kəsin dünyada orucu varsa, cəhənnəm odunun icazəsi yoxdur ki, ona toxunsun. Bəli. Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, istəyirsiniz yaxşılıqlar qapılarından sizi xəbərdar edim. Və sonra buyurdu ki, oruc cəhənnəm odundan qalxandır. Orucu Peyğəmbər çox sevərmiş. Oruc məhbubdur Allah Rəsulunun yanında.
Həzrət buyurur ki, dünyada 3 şeyi çox sevirəm. Bu hədisləri oxuyanda çox təəccüblənirdim. Ki, Peyğəmbər dünyada nəyi çox sevirmiş? Böyük evlər, qəsrlər, villalar, yeməklər, içməklər, paltarlar, miniklər və s. Peyğəmbər istifadə edib, paltarı da olub, miniyi də olub, yemək də yeyib və s. Gəzişib, dolanıb. Amma nəyi sevibdi? Peyğəmbər buyurur ki, dünyada 3 şeyi sevirəm. Biri yayda oruç tutmağı, İkincisi Allah yolunda cihad edib qılınc vurmağı, üçüncüsü qonağı əzizləməyi. 3 şeyi mən çox sevirəm. Hədislər bizə buyurur ki, çətinliyə düşəndə oruc tutuz. Orucdan köməkli yaluz. Allah Qur'anda buyurur ki, "Vəstəinu bis-sabri vəs-salah." Səbirdən və namazdan köməkli yaluz. İmam Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, səbirdən məqsəd orucdur. Haçan giriftar oldunuz, haçan çətinliyə düşdünüz, Həzrət buyurur ki, oruc tutuz və orucdan köməkli yalız. Görürsən, işlərin düz gətirmir. Xəstəliklər var. Necə ki, Həzrəti Zəhra və Həzrəti Əli, İmam Həsən, İmam Hüseyin ağa xəstələnən vaxtı nəzr edib oruç tutdular. Çox təsirlidir oruc nəzr eləmək. Həzrəti Mövla buyurur ki, ən üstün oruc qəlbin orucudur. Hədisində buyurur ki, qəlb orucu dil orucundan üstündür. Dilin orucu qarının orucundan üstündür. Bir çoxları hətta oruçdanla qarın orucu tutur. Yəni fəqət yemir, içmir və s. Amma dilin qoruya bilmir, gözün qoruya bilmir, xüsusi oruç tuta bilmir, ümumi oruç tutur. Bu barədə xütbələr olubdur. Həzrəti Mövla buyurur ki, ən üstün oruc qəlbin orucudur ki, xüsusidən xüsusi, xassul xas oruc adlanır bu. Ki, bəndə qəlbini Allahdan savayı heç bir şey buraxmaya. Qəlbi oruc ola. Necə, məsələn, ümumi şəkildə oruçdanda ağzına heç bir şey qoymur, yemir, içmir, qəlbi də oruc olanda Allahdan savayəsini ora buraxmır. Çox çətindir ya bu. Çox yüksək səviyyədir bu. Ona görə Həzrəti Mövla buyurur ki, ən üstün oruc qəlbin orucudur. Qəlbin orucu dilin orucundan üstündür. Dilin orucu hünərdir. Hər adam da bütün üzvləri ilə oruc ola bilmir. Görürsən, oruç tutub ağzına gələni danışır. Qeybət də eləyir, yalan da danışır, söyüş də söyür və s. Dilin qoruya bilmir. Bədən üzvlərini qoruya bilmir. Ya qadın da hicabını qorumur və s. Laxır bədən üzvləri orucdur. Fəqət yeməyib, içməyib, orucu batil edənlərdən çəkinibdir. Amma Həzrət buyurur ki, ən üstün oruc qəlbin orucudur. Bəs həqiqi oruc nədir? Həqiqi oruc budur ki, Həzrət Mövla buyurur ki, elə bir ibadətdir bu həqiqi oruc ki, insan Allahın haram buyurduqlarından çəkinə. Necə ki, yemir, içmir, oruç tutanda yeməkdən, içməkdən, orucu batil edənlərdən çəkinir. Deyir, həyatında, diqqət edin bu məsələyə. Əslində, Ramazan ayı bir qarantindir. Necə qarantindir? Yəni, il ərzində Allah Təbarək və Teala mübarək Ramazan ayında bizlərə praktiki təcrübə olaraq göstərir ki, siz bunu bacararsınız. Bizi tərbiyələndirir. Siz eləyə bilərsiniz, yaxşı bəndə olasınız. Siz eləyə bilərsiniz, günahı, pisliyi tərk eləyəsiniz. Həzrət buyurur ki, həqiqi oruc odur ki, insan ilahinin, Allahın haram buyurduqlarından çəkinə. İnsan həmişə oruçdur. Qırmızı xət qoyub Allah. Haram yəni qırmızı xət. Eləməyəsən onu. Ən üstün həqiqi oruc budur. Dəyərsiz oruclar da var, deyir, bəli. Bir çoxları Həzrət Zəhra salamullah aleyha buyurur ki, deyir, adam ki, dilin, gözün, bədən üzvlərin qorumur, ona orucdan, aclıqdan və susuzluqdan başqa nə qalar? Bəziləri fəqət ac qalır, susuz qalır. İmam Sadiq əleyhissalam buyurur ki, neçə dəstə insanların orucu düzgün deyil, dəyərsiz oruç tutarlar. Biri o adamdır ki, məsum imama itaətsizlik eləyə. Oruç tutur, amma İmam-ı Zəmanına itaətsizlik eləyir. İmam Zaman bizdən nə istəyir indi?
Dəyər qiymət vermir ona. Heç maraqlı dörsün, İmam Zaman var, yoxdur, məndən bu günümdə nə istəyir? Və yaxud da ki, istənilən məsum imamın göstərişini pozur, itaatsizlik eləyir. Bunun orucuna nə verərlər? Sonra buyurur, o qul içi, quldarlıq dövründə, ağasından qaçıbdır. Sonra buyurur, o xanım içi, həyat yoldaşına qarşı itaatsizlikdir, öz vəzifələrini icra etmir, amma oruç tutur. Və sonra buyurur, övladı ki, aq valideyndir. Oruç tutur, amma atasına, anasına qarşı aq valideyndir. İmam Sadıq ağa buyurur ki, bu adamların orucu dəyərsiz orucdur. Orucun faydaları var, əzizlər, qardaşlar. Həzrət Zəhra salamullah aleyha buyurur, oruc nə üçün vacib olubdur? Yəni, Allah orucu nə üçün vacib eləyib? Onun hikmətini Həzrət Zəhra həmin o gözəl xütbəsində buyurur. Ələlü şəraidə də Şeyx Səduf rəhmətullah gətirib ki, Allah orucu vacib eləyib ki, bəndələrdə ixlas yaransın. İxlası, xalisliyi möhkəmləndirsin. Orucun faydalarından biri budur ki, insan ilahi əzabdan amanda qalar. Əs-savmu cünnətun minən-nar. Cəhənnəm odundan qalxandır. Orucun ən mühüm və ən böyük mükafatı var. Mənə rast gəlməyibdir hansısa bir ibadətin qarşılığında Allah belə buyursun. Hədis-i qudüsüdə buyurur da. Həzrət Rasulullah buyurur ki, Allah belə buyurur. Əs-savmu li və ənə əczibik. Çox böyük bir sözdür. Allah buyurur ki, oruc mənimdir. İfadəyə baxız, diqqət ediyoruz. Oruc mənimdir. Mən özüm onun mükafatını verəcəm. Bəyək buna işarə elədik. Dünyəvi misalda gətirdik. Həzrəti Rasulullah buyurur ki, Allah belə buyurdu. Oruc mənimdir. Və mən özüm onun mükafatını verəcəm. Və buyurur ki, və ya budur ki, Allah buyurur ki, oruç tutanın mükafatı mən özüməm. Subhanallah. Nə deməkdir bu? Dünyəvi misallardan təqrib-i zehni yaxınlaşdırın. Görürsən, məsələn, bir adamın təvəllüdüdür, bayramdır, hədiyyələr verilir. Biri deyir ki, mən sənə nə hədiyyə verim? Deyir ki, sənin özün mənim həyatımda hədiyyəsən. Sənin özün mənim üçün hədiyyəsən. Sənin maddi hədiyyələrə mənim ehtiyacım yoxdur. Sən özün mənim üçün hədiyyəsən. Allah buyurur ki, oruc mənimdir. Özüm mükafatını verəcəm. Və ya özüm mükafatıyam orucun. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Oruc şeytanın üzün qaraldar, hədis buyurur. Həzrət Rasulullah buyurur ki, oruc şeytanın üzün qaraldar. Oruc sağlamlıq gətirər. Həzrət Rasulullah buyurur, sumu tasihhu. Oruç tutuz ki, sağlam olasınız. Elm də təsdiq eləyir, orucun nə qədər faydaları var. Əlbəttə, Allah orucu bu faydalar, bu cismə, belə deyə insan bədəninə, sağlamlığına xeyri olduğu üçün vacib buyurmayıb. İndi axır zamanlar belə şeylər danışılır çox. Allah orucu vacib eləyib, bəli, bu cür o qədər fayda. Bəli, orucun da, namazın da, Allahın vacib buyurduğu bütün göstərişlərin insanın mənəviyyatına da, bədəninə də, bütün sahələrdə xülasə insana, bəşər övladına xeyri mənfəəti var. Amma fəqət buna görədir, yox. Oruc, Həzrət Zəhra buyurdu nə üçün? Allah vacib eləyibdir. Amma başqa faydaları da var, insanın cisminə də bəli faydası var. Peyğəmbər buyurur ki, sumu tasihhu. Oruç tutuz ki, sağlam olasınız. Hələ qədimul əyyamdan, qədim Yunan, Çin təbabətində, hələ indinin özündə də müalicə növlərindən biri ac qalmaqdır. Bəzən həkimlər buyurur ki, məsələn, ac qal. Xüsusi diyetalar buyururlar və s. Və bəzən də müşahidə olunurdu, qədimdə də, indi də var ki, ümumiyyətlə bəzi xəstələr var ki, onlara bir gün, 2 gün deyirlər, heç bir şey yemə. Belə şeylər də var. Oruc səbəb olur ki, insan günahları bağışlansın. Allah Rəsulü buyurdu, ey Cabir, bu mübarək Ramazan ayıdır. Cabirin timsalında elə bir bizə buyurur.
Ey Cabir, bu mübarək Ramazan ayıdır. Hər kəs oruç tuta, gecə dua eləyə, ibadət eləyə. Qarının haramdan, bax, bu məsələ bizim yaralı yerimizdir. Ramazan ayı gəlir. Allah bütün bəndələrinə halal ruzu nəsib eləsin. Amma görsən ki, bəzi qardaşlar var ki, hələ müəyyən islahatlar aparmayıblar iqtisadiyyatında və insan bizləri də iftara dəvət eləyirlər. Çox çətinlik çəkirik. Qəlblərinə dəyə bilər və s. Bəziləri ilə adam çox səmimidir, adam sözün deyir. Bəzilərinə bilmirsən, nə inəyəsən. Görsən, qazancında problem var. Özü də ondan iftar açır və başqalarına iftar verməyə çalışır. Bu düzgündür. Həzrət Rasulullah buyurur, hər kəs ey Cabir, oruç tuta. Gecəsini ibadət eləyə. Gecəsini o deməkdir, bütün gecəni. İftar o başdana qalxısız səhur, səhər yeməyinə o başdan vaxtı. Nə olar 1 saat, 2 saat, saat yarım saat ibadətə məşğul ol. Bu səhər duası oxuy, iftitah duası oxuy, 2 rəkət, 3 rəkət gecə namazı qıl. Dua elə. Və deyir ki, qarnın haramdan qoruya və iffətli ola, dilin qoruya. Elə bir anadan təzə dünyaya gələn insan kimi Ramazan ayı çıxdıqda bu da günahlardan çıxar. Bir ay ki, bu cür eləyə. Ramazan ayı bitir, bu da bütün günahlardan paçlanır, elə bil təzə dünyaya gəlibdir. Cabir bu sözü Allah Rəsulundan eşitdi. Döyüşlərin birində Cabir nəql edir ki, bu cür idi, hədis uzundur. Deyir, isti hava idi. Hərə bir tərəfə çəkiləndə, deyir, mən Həzrət Rəsulullahın yanında istədim ondan nələrsə istifadə eləyəm. Onda mənə Həzrət bu hədisi buyurdu. Cabir deyir, bu sözü ki, Peyğəmbərdən eşitdim. Cabir ərz elədi ki, nə yaxşı sözdür bu. Həqiqətən də ləzzət edir axı yaxşı sözlər eşitmək. Yaxşı sözdür, gözəl sözdür. Ya Rasulallah, Peyğəmbər də buyurdu ki, bəli, yaxşı sözdür. Amma kamil oruç tutmaq da çətindir. Hər adam bacarmır. Oruc kasıblarla həmdərd olmaqdır, qardaşlar. Acılarla. İmam-ı Sadiq əleyhissalam buyurur ki, Allah orucu müsəlmana vacib buyurdu ki, kasıbla varlı bir olsun. Heç olmasa bu mübarək Ramazan ayında. Varlı ilə kasıb ac qalır. Əlbəttə, iman əhlindən söhbət gedir. Fasik, facir oruç tutmur, bildiyini eləyir, o heç. Amma varlı da ac qalır, susuz qalır, kasıb da. İmam Sadiq əleyhissalam buyurur ki, Allah istədi varlılara aclığın, susuzluğun, çətinliyin dadızdırsın ki, onlar da il boyu mənim sözümdür, hədisdir. Onlar da kasıblara rəhm eləsin. İmam Sadiq ağa buyurur. Allah orucla istədi ki, varlılar siz də ac qalız saatlarla, susuz qalız. Aclığı dərk eləyin, susuzluğun çətinliyin siz də yaşayız ki, il ərzində yazıq benəva kasıblar, fəqirlər ki, yemək tapırlar, ac susuz qalırlar. Onları dərk eləyəsiniz. Var belə, dünyada indin özündə də, Afrikada, Qəzzədə və s. insanlarda, hələ öz vətənimizdə gecələr zibilliklərdən çörək axtaranlar var, qardaşlar. Elə bilməyək ki, vəziyyət çox. Bunlar istəyirlər ki, vəziyyəti çox gözəl tanıtdırsınlar. Gözəldir vəziyyət, bəli. Bir dəstə insanların vəziyyəti çox gözəldir. Bahalı maşınlar sürürlər, 10%, 20%, 30%, bəli, yaşayırlar. Qalanlar yaşamırlar, əziyyət çəkirlər. Aclıq var, çətinliklər var. Müsahibə alıblar. Cəmaatdan insanlar var ki, aylardır, həftələrdir ət tapa bilmirlər. Bəli, ət yeyə bilmirlər. Çox çətindir vəziyyət. Oruc insana kasıbları yada salır. Kasıbların dərdin daddırır, belə deyə. Onlar nətər yaşayırlar, onları bizə xatırlatdırır. Oruc şəhvani istəkləri aradan aparır. İnsan ki, oruç tutur, nəfsani istəkləri, şəhvani istəklər insanda zəifliyir. Qəlbə səfa verir oruc. İnsanın bədən üzvləri paçlanır. Xütbəni bitirim bu məsələ ilə. O bundan ibarətdir ki, Vəsail-ü Şiyyədə İmam Sadiq əleyhissalamdan bir hədis gətiribdi.
Həzrət oruç tutanların əxlaqın vəsf edibdir. Oruç tutan necə olmalıdır? Buyurur ki, oruç tutmaq o deməkdir ki, yeməyəsən, içməyəsən. Xeyr, istəyəsən orucun kamil ola, gələ bunları eləyəsən. Yalan danışmayasan, gözünü haramdan saxlayasan, dava eləməyəsən, həsadət, paxıllıq etməyəsən, qeybət etməyəsən, həqlə, həqiqətlə müxalifətçilik etməyəsən, qəzəblənməyəsən. Orucdan, orucam qəzəblənirəm də. Deyir, Nasrəddin Şah Ramazan ayında dövrünün mərcə təqlidi olan Mirzə-i Şiraziyə bir məktub yazır. Çox diqqət edin, bu ibrətli məsələdir. Nasrəddin Şah mübarək Ramazan ayında mərcə təqlidə ki, o dövrdə Ayətullah mərhum Mirzə-i Şirazi olubdu, böyük əzəmətli şəxsiyyət. Ona məktub yazır. Məktubuna yazır ki, mən ki oruç tuturam, aclığın və susuzluğun şiddətindən əsəbləşirəm. Əsəbləşəndən sonra özümdən çıxıram, günahsız insanların qətlinə fərman verirəm. Mənə icazə verin ki, fətva ver ki, mən oruç tutmuyum. Məni icazəli eləyin ki, mən oruç tutmuyum. Görək, Mirzə-i Şirazi nə yazır? Dövrün Nasrəddin Şahı, oxumusunuz da tarixin, Nasrəddin Şah. Mirzə-i Şirazi cavabda yazır. Bismihi Teala, Allahın adı ilə. Allahın hökmü dəyişilən deyil, amma hakim dəyişiləndir. Allahın hökmü dəyişilməz, amma hakim, padişah dəyişilə bilər. Əgər eləyə bilmirsən, əsəbvi cilovlayasan, hökumətdən, padişahlıqdan, səltənətdən çıx, çox gözəl yazıb. Başqa bir imanlı adam sənin yerində əyləşsin və belə olanda günahsız möminlərin, insanların da qanı hədərə gedməsin. Allah sənə rəhmət eləsin. Nasrəddin Şaha gör nə yazır o? Deyir, Allahın hökmü dəyişilməz, amma hakim dəyişilər. Allahın hökmü hökmdür. Amma padişah bir gün sən səhər obursu gələcək. Siz dəyişilərsiniz. Mən sənə görə hökmü dəyişeyim? Yox. Bacarmısan özünü idarə eləməyi? Padişahlıqdan çıx. Və imanlı bir adam sənin yerində əyləşsin. Belə olandan sonra, yəni sən imansızsan da. İmanlı olsaydın bu hərəkətləri eləməzdin ki. Əsəbləşmişəm, oruç tutub, əsəbləşib, əsəbləşəndən sonra xulasa, bəli, kimsə gözünə pis görsənir, aparın bunu edam eləyin. Eyvay! Deyir, imanlı bir adam sənin yerində əyləşsin ki, günahsız insanların qanı hədərə getməsin. Buyurur ki, oruç tutan söyüş söyməz. İmam Sadiq ağa buyurur. Peyğəmbər sallallahu aleyhi və səlləm bir xanımı gördü ki, kənizinə, xidmətçisinə söyüş sür. Göstəriş verir ki, yemək gətirir onun üçün. Yemək gətirdilər, xanım dedi ki, mən orucam. Həzrət buyurdu ki, sən necə orucsan ki, söyüş söyürsən? İmam Sadiq də orucun əxlaqında buyurur ki, oruçdan söyüş söyməz, danlaq vurmaz, tənə vurmaz, mücadilə etməz, söz güləşdirməz, zülm sistəm etməz, başqalarını zəhmətə salmaz. Ha, oruç tutub, yazıq xanım əldən gedir. O da orucdur, diqqət eləyin. Ər də orucdur, xanım da. Kişi də orucdur evdə, uşaqlar da, benava xanım da orucdur. 3 nəfər, 5 nəfər bu tək. Bu neçə nəfər bu oruc tutan adama iftar bişirməlidir? Bir gün, 2 gün, yox, 29-30 gün, Şəban aylarında bu çox. Bu yazıqdır, bu da oruc daxı. Bu da acır, bu da suslayır, bunun da başı gicələnə bilər, ağrıya bilər. Mən orucam, sən orucsan, Allah qəbul eləsin. Başqasını niyə zəhmətə salırsan? Düzdür, xanımların həqiqətən bu Ramazan ayında savabı çoxdur. Həmişə savabları çoxdur. Evdə ev işləri ilə ibadət edirlər. Amma məxsusən Ramazan ayında. Bir ay neçə insana, azından bir-iki adama iftar süfrəsi açırlar. Qulluqlarında dururlar. Zəhmətə salmaya başqaların, Allahın zikrindən qafil olmaya, namaza diqqət göstərə, çox sakit qala. Qardaşlar, İmam buyurur ki, çox sakit qalır Ramazan ayında. Ramazan ayından qabaq qardaş necə idisə, Ramazan ayında da o cürdür. Hələ danışır, hələ gülür. Ramazan ayından başqa ayın fərqi olmalıdır axı.
Özü ciddiləşdir, bu özündə bir hesabat apar, az danış, az gül. Çünki nə qədər danışdın, bir o qədər səhvlər buraxa bilərsən, günahlar eləyə bilərsən. Dili qorumaq üçün ən gözəl yolu nədir? Az danışasan. Allah gözü qorumaq üçün 2 qapaq veribdir. Cibreylə, yəni bu qapaqla. Amma dil o qədər həssasdır ki, Allah həm dişlərlə deyir bağla bunu. Dişlərdən sonra ruslar demişlər, dvaynoy bağlanır da. Sonra üzərində də dodaqlarla bağlayır. 2 qat bağla. Yəni bu çətin bir şeydir ya. Bunu civlovlamaq üçün möhkəm. Görürsən, məsələn, bir adi bir heyvandır, əhli heyvan. Yüngülvarı bağlayırlar onu. Bir dənə məsələn kəndirlə bağlayırlar. Bir vəhşi heyvan olanda, yırtıcı olanda görürsən ki, zəncirləyirlər, 2 qat bağlayırlar, qapısının üstündən bir qapı qoyurlar. Nə üçün? Yəni təhlükəlidir bu. Dil də təhlükəlidir. Allah da ona 2 qapaq verib üst-üstə. Çox sakit qal, Həzrət buyurur. Səbirli ol, sədaqətli ol, pis insanlardan uzaq gəzin, Həzrət buyurur. Fasih, facir insanlardan. Ümumiyyətlə, həmişə məxsusən Ramazan ayında. Görürsən də hədər adamdır. Başını buraxın da bu adamlar. Bəli, musiqidən çəkiniz, düşmənçilik etməyiz, söz gəzdirməyiz, qiyamətə hazırlaşız, Allah görüşünə azuqə hazırlayız. İbadətüzlər, gündəlik rəftarınızda xuzulu, xuşulu oluz, təzim eləyiz Allah qarşısında, özünüzü sındırız, sirlərinizi qoruyuz, ürəyinizi Allah itaəti ilə dolduruz, bədənlərinizi haramdan çəkindiririz. Allah Rəsulü xütbə eləyirdi Şəbaniyyə xütbəsində. Həzrət Mövla qalxdı, sual verdi. Ya Rasulallah, ma əhzəlul ə'mal fi hazə şəhr. Bu ayda ən üstün əməl nədir? Ramazan ayında ən üstün əməl. Qur'anın bəharı, Qur'an oxumaqdır, namaz, zikir. Həzrət görək nə buyurur? Həzrət buyurdu, fəqalə ya Əbəl Həsən, əfzəlul ə'mal fi hazə şəhr. Əl-vərə ən məharimillah. Bu ayda ən üstün əməl Allahın haramlarını tərk etməkdir. Sonra buyurdu ki, sonda çox gözəl buyurur İmam Sadiq. Buyurur ki, qorxan və Allaha ümid bəsləyən ürəyiz olsun. Qorxu ilə ümid arasında.